Nəqliyyat dəhlizləri və enerji təhlükəsizliyi kimi əsas amillərin şərhini isə biz Milli Məclisin deputatı Rizvan Nəbiyev verəcək və hazırda birbaşa bağlantıda əməkdaşımız Elnarə Həsənovadır. Biz vəziyyəti elə deputatımızdan öyrənmək istəyərdik. Elnarə, salam, hər vaxtın xeyir olsun. Buyur, eşitirik səni, deputatın fikirlərini. Bəli, yeni dünya düzənində enerji təhlükəsizliyi və artan alternativ marşrutlar vacib amillərə çevrildikcə elə Azərbaycanın da rolu, əhəmiyyəti artır. Elə bugün keçirilən forumda da cənab prezident İlham Əliyevin bu istiqamətdə elədiyi çıxışların geniş məzmununu Milli Məclisin deputatı Rizvan Nəbiyevdən alacağıq. Rizvan müəllim, xoş gördük sizi. Necə düşünürsünüz? Bugünkü tədbir və verilən mesajlar bizə nəyi vəd edir? Hər bir dövlətin xarici siyasət prioritetlərinin formalaşmasında iki amil xüsusi önəmə malikdir. Bunlardan birincisi onun malik olduğu coğrafi mövqeyi, digəri isə malik olduğu iqtisadi resurslardır. Və sizin də qeyd elədiyiniz enerji təhlükəsizliyi, eyni zamanda nəqliyyat dəhlizləri bu iki faktorun içərisində yer alan məsələlərdir. Xüsusilə şanlı zəfərimizdən sonra Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin düşünülmüş siyasi diplomatik strategiyası sayəsində yaranmış yeni siyasi reallıqlarda bu iki amil ön planda dayanır. Orta dəhlizlə bağlı da bu yaxınlarda Avropa İttifaqı tərəfindən təəccüb doğuran bir çıxış olmuşdu. İstərdik ona da aydınlıq gətirəsiniz. Siz çox yerində olaraq bu məsələni gündəmə gətirdiniz. Çünki cənab prezidentə də Gürcüstan nümayəndəsinin ünvanlandığı suala cavabda bu məsələ ətraflı şərh olundu. Çünki Orta Asiya dövlətlərindən Avropa İttifaqının bir neçə gün öncə keçirdiyi o sammitdə Avropa Komissiyasının prezidenti tərəfindən bu məsələ gündəmə gətirilmişdi və cənab prezident bildirdi ki, bu bəyanat çox təəccüb doğurdu. Yəni məsələnin mahiyyəti ondan ibarətdir ki, onlar Gürcüstanı orta dəhlizdə görməməzlikdən gələrək Ermənistanın əhəmiyyətini anlaşılmaz şəkildə vurğulayırlar ki, Ermənistan-Türkiyə sərhədlərinin açılmasından orta dəhliz işə düşmüş olar. Amma cənab prezident vurğulayır ki, bugün eynən onu təəssüflə bildirdi ki, bəli, məsələnin mahiyyəti ondan ibarətdir ki, orta dəhlizin yaradılması üçün Azərbaycan illərdir öz vəsaiti hesabına, öz resursları hesabına infrastruktur yaradıb. Deyək ki, Bakı dəniz limanı, Bakı-Tbilisi-Kars dəmir yolu, paralel bizim neft, qaz kəmərləri, bunların hamısı orta dəhlizin vacib segmentidir. Və Ermənistanın apardığı 30 illik işğal, təcavüzkar siyasət nəticəsində Ermənistan özünü təcrid edib, özünü izolyasiya vəziyyətinə salıb. Bugün Azərbaycanın yaratdığı bu yeni siyasi reallıqlar şəraitində Ermənistana da əməkdaşlıq imkanları təklif olunur. Sülh müqaviləsinin imzalanması, bu yeni əməkdaşlıq imkanlarına bəhrələnməsi Ermənistan hökumətinə buraxılmış bir məsələdir. Cənab prezident bununla bağlı ABŞ-dan olan nümayəndənin sualında bildirdi ki, top Ermənistan tərəfdədir. Yəni Ermənistan sülh sazişini nə qədər tez imzalayarsa, qoyulan şərtləri əməl eləyərsə, hazırki yaranmış əməkdaşlıqdan o qədər çox bəhrələnmək imkanı var. Təşəkkür edirəm sizə, minnətdaram. Çox sağ olun dəyərli fikirləriniz üçün. Belə verilən mesajların, ötürülən mesajların qısa və daha doğru desək, geniş xülasəsini apardıq.